Havalar soyuyub. Bir fincan qəhvə içmək üçün kofe shop'a getmək əvəzinə bugün sizinlə birlikdə Beko 7348X adlı tam avtomatlaşdırılmış qəhvə maşını test edəcəyik. Gəlin birlikdə baxaq ki, bu kofe maşını bizə nələr vəd edir və nəyə görə məhz bu maşın seçilməlidir? Elegant sensor paneli olan bu qəhvə maşınının 2 litrlik su tankı mövcuddur. Və bu da əslində 1-2 yox, daha çox fincan qəhvə üçün kifayət qədər genişdir. 19 bar təzyiq ilə espresso üçün ideal ekstrasiya təmin edir. Bu da barista səviyyəsində aromat və krema üçün çox vacibdir. İsti içkilərlə yanaşı, bu avtomatlaşdırılmış qəhvə maşını soyuq qəhvə içkiləri funksiyasına sahibdir. Məsələn, Ice Americano və yaxud da Cold Brew kimi içkilər də hazırlaya bilərsiniz. Şəxsi zövqünüzə uyğun yaddaş profili mövcuddur. Yəni ki, siz bu maşına hansı tərz qəhvəni sevdiyini yadda saxlatdıra bilərsiniz. Bu qəhvə maşınına Milk Frozer funksiyası da daxil edilib. Bu xüsusiyyət cappuccino və latte köpükləri üçün çox vacibdir. Əslində, bu avtomatlaşdırılmış qəhvə maşını bizə bir neçə qəhvə variasiyası təklif edir. İsti içkilərdə espresso, cappuccino, latte, ristretto, soyuq içkilərdə isə iced americano, cold brew və iced latte. Amma ən maraqlısı bu deyil. Siz bu qəhvə maşınını özünüzə uyğun ayarlaya bilərsiniz. Necə? Gəlin göstərim. Home Direct adlı tətbiq vasitəsilə və Wi-Fi bağlantısı sayəsində həm uzaqdan idarə etməklə qəhvənizi hazırlaya bilər, həmçindəki qəhvədə istifadə olunacaq ingredientlərin qramajına customizasiya belə verə bilərsiniz. Anladığınız kimi, bu maşın sizə görə ayaqlaşır, siz ona görə yox. Bu qəhvə maşınının çəkisi təqribən 10 kiloqramdır və idarə etmə paneli də sensorludur. Bu da bu qəhvə maşınını həm mobil, həmçindəki istifadəçi dostu edir. İndi isə gəlin bu kofenin dadına baxaq. Elə bir əsr barista hazırlayıb. Əgər siz də bu məhsulu əldə etmək istəyirsinizsə, o zaman İrşad Instagram mağazaları, websayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər hər hansı bir sualınız yaransa, bu videonun şərh bölməsində qeyd edin və yaxud da ki, ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar.